Ukraynada dinc şəhərlərin bombalanması, mülki şəxslərin həlak olması hər kəsi narahat edir. Lakin Qərbin ikili standartları burada da özünü bir özə verir. 44 günlük vətən müharibəsində Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimiz bombalanarkən günahsız insanlarımız körpələr qanına qəltan olanda susqun mövqedə dayanan beynəlxalq təşkilatlar bu dəfə xüsusi həssaslıqları ilə seçilirlər. Bir çox məsələlərdə Azərbaycana qarşı qərəzi yanaşması ilə diqqət çəkən Qərb son illərdəki siyasəti ilə də təəccübləndirməyə bilməsin. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın dinc şəhərləri bombalanarkən bu bəşəri cinayətə qarşı sakit qalmağı bacaran Qərb dövlətləri sən demə lazım gələndə həssaslıq nümayiş etdirilmiş. 44 günlük vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirildiyi bölgədən daha uzaqda yerləşən şəhər və kəndlər, Gəncədə, Tərtərdə, Goranboyda və digər şəhər və kəndlərdə mülki insanların erməni silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır çaplı silahların hücumuna məruz qalması təəssüf ki, Qərb dairələrinin reaksiyasına səbəb olmamışdır. Cinayətlərə müvafiq reaksiyanın verilməməsi sadəcə olaraq ikili standartların göstəricisidir. İkili standartlara nəinki beynəlxalq təşkilatların timsalında, eləcə də kütləvi informasiya vasitələrinin yanaşmasında da şahid olmaq mümkündür. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycanın paralel olaraq məhz beynəlxalq mediaya yönəlmiş fəaliyyəti də həm ikili oynayan Qərbi ədalətli olmağa səsləyirdi. Azərbaycan diplomatiyası və xarici siyasəti, eləcə də kütləvi informasiya vasitələri də ayıq-sayıq idi. Bunun nəticəsində Azərbaycan həqiqətləri dünya mediasına çatdıra bildi. Lakin biz adekvat münasibəti dünyanın aparıcı kivlərində görmədik. Bugün də Amnesty International, Human Rights Watch kimi təşkilatlar hələ də müharibə cinayətləri ilə bağlı araşdırmalar aparmırlar və Ermənistan tərəfindən bu cinayətlərə imza atan şəxslər məsuliyyətə cəlb olunmur. Görünür, ikili standartlar və qərəzi yanaşma prinsipini özünün xarici siyasətində əsas amal kimi müəyyən edən Qərbin bu addımları bizə tanışdır. 30 ilə yaxın bir dövrdə Azərbaycanın pozulan hüququnun bərpası üçün bircə addım belə atmayan Qərbin ədalət paylayacağına da inanmaq çətindir. Pozulan hüquqlarını bərpa etməyi bacaran Azərbaycanın ədaləti də təmin etməyə gücü çatar. Rüstəm Mikayılzadə, Elmin İbadov, ASTV Xəbər.